Hər vaxtınız xeyir əziz izləyicilər. Sizə dərinin qoturluq xəstəliyi haqqında danışmaq istəyirəm. Qoturluq skabez parazitləri tərəfindən, genələri tərəfindən yaranan bir patologiyadır. Təbii ki, burada da adından göründüyü kimi yoluxucu xəstəlikdir. Bir xəstə qoturluğa xəstə insandan digər sağlam insana dəri təması yolu ilə yoluxa bilir. Son vaxtlar müraciətlər qoturluqla bağlı çoxalıb. Bu da ona bağlıdır ki, insanın birində yoluxma varsa, düzgün müalicə aparmır, həkimə gec müraciət edir, nəticə etibarilə ailə üzvlərinə də yoluxmuş olur. Bəzən olur ki, bütün ailə üzvləri 4-5 nəfər hər birində yoluxmaları görürük. Belə yoluxma ilə müraciət edirlər. Adından da göründüyü kimi dərinin parazitar yoluxucu xəstəliyidir. Skabez genələri tərəfindən törədilir. Xəstə insandan sağlam insana yoluxur və nəticə etibarilə dəridə qaşınan səpkilər əmələ gəlir. Səpkilər cüt-cüt genənin dəriyə daxil olduğu və təqribən 5-10 mm aralıdan yenidən dəri səthinə qalxdığı yerlərdə cüt-cüt səpələnmiş papulyöz səpkilər görürük. Pasient müraciət edəndə dırnağın izlərini görürük. Biz bunu ekskariasiyalar adlandırırıq. Əsasən qaşınmalar gecələri olur. Pasiyentlər söylüyor ki, yatağa girdikdə, isti duş aldıqda dərimizdə şiddətli qaşınmalar olur. Buna görə də qoturluq xəstəliyinin yoluxuculuğunu nəzərə alıb, ailə üzvlərində kimdəsə varsa, ilk növbədə dermatoloqa müraciət etmək lazımdır. Özünü müalicə ilə müvəffəqiyyət əldə edə bilməyən pasient artıq öz bədənində bunu yayır və ailə üzvlərində yoluxdurmuş olur. Düzgün müalicə aparılmalıdır. Burada antiparazitar müalicələr gedir. Mütləq şəkildə sxemlə bu müalicəyə əməl olunmalıdır və əyninə geyindiyi paltarlar, yataq ağları, qurulandığı qətvəsi, yəni təmasda olduğu əşyaları, açardı, əlində telefon istifadə edir, evdə toxunduğu əşyalar, şkafların qapısı deyək, hər bir yer normal dezinfeksiya olunmalıdır. Yenə deyirəm, əgər dərinizdə hər hansı bir patologiya görürsünüzsə, özünü müalicə etməyin. Çünki bununla düzgün müalicə aparılmadıqda müəyyən fəsadlara yol açır, bəzən ağırlaşmalarla müraciət edirlər. Adından da göründüyü kimi, dediyim kimi çox qaşınma ilə müşahidə olunduğu üçün dərdə artıq ikincili infeksiya, piagen infeksiya deyirik, irinli yaralar da əmələ gələ bilir. Buna görə hər hansı bir proses, problem olarsa dərinizdə ilk növbədə dermatoloqlara müraciət olunmalıdır və düzgün müalicə aparılmalıdır.